Ukraynanın şəhəri raket zərbələri ilə silkələndi. Zelenski təcili çağırış elədi. Ukraynanın Sumi şəhərinin mərkəzinin Rusiya ordusu tərəfindən raketlərlə vurulması nəticəsində həlak olan mülki şəxslərin sayı 31 nəfərə çatıb. Report xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, hadisə nəticəsində 84 nəfər yaralanıb. Ukraynanın Daxili İşlər naziri Igor Klimenkonun sözlərinə görə həlak olanlardan ikisi və xəsarət alanların 7-si uşaqdır. Ukrayna prezidenti Volodimir Zelenski qeyd edib ki, hədəf şəhərin küçələri, o cümlədən evlər, təhsil müəssisələri və avtomobillər olub. Onun sözlərinə görə təcavüzkarlara təzyiq olmadan sülh mümkün deyil.